Salam uşaqlar, hər birinizi salamlayıram. Bugün bu izahda o-bu əvəzliklərlə bağlı bəzi vacib qeydlər deyəcəm. Bu qeydlər vasitəsilə, yəni sizin o-bu əvəzliklərdən sonra vergül işləmə məqamı ilə bağlı bir probleminiz qalmayacaq. İlk öncə, o-bu əvəzliklərdən sonra hansı halda vergül qoyulur? Bunu aydınlaşdırmağa çalışaq. Hansı nitqçələrə gələndə o-bu əvəzlikləri üstə gəlsin, isim gələrsə, sifət gələrsə, zərf gələrsə, daha sonra say gələrsə, daha sonra feili sifət gələrsə, modal söz gələrsə, modal söz, nida gələrsə, nida, xitab gələrsə, bərabərdir, vergül olacaq, vergül olacaq. Bu belə. Birinci qaydamız bu. Bəs hansı nitqçələrə gələrsə olmayacaq, indi onu yazaq. Deməli, yazaq. O, bu, üstə gəlinsin. Əvəzlik gələrsə, vergül olmayacaq. Feil gələrsə, vergül olmayacaq. Köməkçi nitqçələri gələrsə, köməkçi nitqçələri gələrsə, vergül olmayacaq. Vergül işlənməyəcək. Bu belə. Burasını başa düşdük. Bəzən dimin testlərində var. Deyir o əvəzindən sonra vergül qoyula da bilər. Bax belə yazır. Qoyula da bilər. Qoyula da bilər. Bu şərti görən şagird gedir o əvəzindən sonra vergül qoyula bilən cümləni götürür və yanlış eləyir. Sənə burada da var. Qoyula da bilər. Deməli qoyulmaya da bilər. Sən elə bir cümlə götürməlisən. İki cür düşünülsün. Həm vergül qoyula da bilsin, qoyulmaya da bilsin. Bu tipli suallarda iki cür düşünə bilən cümləni get götür. Sənin o cavabındır. Məsələn, deyir qoyula da bilər. Buna yazıram. Tutaq ki, o dimin belə bir testi var. O qızı yamanca danladı. Yamanca danladı. Danladı. Bax, burada iki cür başa düşünülür. Bilirik ki, o, bu. Bax, bir dənə bu qeyd də yazım. O, bu. Plus, o, budan sonra hansı sualını verə bilirsənsə, vergül olmur. Vergül olmur. O, budan sonra hansı sualını artıra bilirsənsə, vergül olmur. Bax, deyirəm. O qızı yamanca danladı. Deyirsən, hansı qızı? Hansı sualını verə bilirsən? Deməli, vergül olmayacaq. Bir, belə başa düşdüm, vergül olmayan variantı. Bilirəm ki, o, onun yerinə kimisə adam adı yazıram. Tutaq ki, yazıram, Kərim. Qızı yamanca danladı. Deyirsən, kim? Kərim. Görürsən, iki cür başa. Bir, işarə vəzi kimi. Deyirsən, o qızı. Hansı qızı danladı? Bilirsən ki, o, yəni həmin şəxs kimdirsə, qızı yamanca danladı. İki cür başa düşülən cümlə sənin cavabındır bu tipli suallarda. Qoyula da bilər, qoyulmaya da bilər və yaxud da deyir, qoyula da bilər. Bu tipli suallarda hansı cümləni iki cür başa düşürsənsə, həmin cümlə sənin cavabındır.